Salam aleykum. Demək, bu iki paltaryanımız Samsungdur yenə. Demək, müştərinin şikayəti nədir? Deyir ki, altında çürüklər var. Belə viddən, uzaqdan belə zahirən biraz qabağa gətir. Belə elə bilsən ki, yaxşıdır. Amma ki, indi mən bunun vəziyyətini göstərəcəm sizə. Bir dənə baxın. Altı demək olar ki, yox. Altı dağım-dağımdır. Görürsünüz. Plusdakı bunun barabanı doğru başlayır ses eləməyə. İnşallah bunun barabanı da yığacağıq. Demək, bunun korpusu dəyişiləcək və barabanın təmir olunacaq. Və axırda sizin nəticəni göstərəcəm. Yəni sizin də bu demək paltaryan 2014-dən alınma paltaryandır. 12 ildir bu işləyir. Demək, 12 il indiki paltaryanlara yəni ağlınız getməsin. Yəni tələsmin öz köhnə paltaryanınızı təzəsi ilə əvəz eləməyə, dəyişməyə tələsmin. Çünki indiki paltaryanlar maksimum 5 il işləsə böyük bir şeydir. Yəni sevinin ki 5 il işlədi. Təzə paltaryanlardan söhbət gedir. Amma bu köhnə paltaryanlar, yəni ki bunlar həqiqətən keyfiyyətlidir və bunların yığmağa da dəyər. Yəni indi bu dəqiqə belənçi təzə paltaryanlar buraxmırlar. İndiki Samsunglar zaydır. Ya qəf platası yanır, qəf barabanı test stroydan çıxır, motoru yanır. Yəni ki belə paltaryanlar çalışmır dəyişməyə. Sağ olun, bu qədər.